Salam, hər vaxtınız xeyir. Hər birinizi salamlayıram. Darıxmısan qal canım. Buradayıq da. Bu günləri inşallah maraqlı bir mövzu izahı olacaq. Kompleks ədədlər sıfırdan izah. Bu günləri, yəni vaxt itirmədən elə indi keçim canlıya. Dərsə daha doğrusu. Bu günləri kompleks ədədlər sıfırdan izah. Yəni hansısa şagirdin kompleks ədədlər mövzusu ilə bağlı problemi, çətinliyi varsa, girsin bu canlıya, canlıda əvvəldən axıra qədər izləsin. Onun heç bir problemi olmayacaq. Kompleks ədədlər həm blok imtahanında, həm də buraxılış imtahanında, 11-lərin buraxılış imtahanı təklif olunur. Mövzu elə də çətin deyil. Hətta deyərdim ki, 9-da da yəni nə vaxtsa keçərsiniz də bu mövzunu. Elə indidən qoşulub öyrənə bilərsiniz. Vaxt itirmədən keçərək dərsə inşallah yavaş-yavaş izləyicilər gələr. Dərsimiz kompleks ədədlərdir. Bəli, 11-lərin buraxılışında düşür, hətta keçən ildə bir sual düşmüşdü. Kompleks ədədlər 100%. Bir dənə sualınız hazırdır. Bugünkü canlı yayını izləyirik, canlı yayına dəstək oluruq. Canlı yayınımızda mövzu yeni gələnlər üçün bir daha deyirəm, kompleks ədədlər. Sən 9 sən loqaritmı lap yaxşı, elə qal kompleks ədədləri də öyrən. Kompleks ədədlərdən bir sual, bayaq bir izləyici yazmışdı, elə onun dediyi ilə deyirəm, nağdı bir sual artıq hazırdır. Sıfırdan izah, kompleks ədəd lap bünövrədən, təməldən bacardığım qədər axıra qədər izah edəcəm. Öyrənmək istəyən, istənilən bir şagirdin heç bir problemi qalmaz. Əsas odur ki, öyrənmək istəsin. Keçək dərsə, sizdən də xahiş edirəm, ekranı bəyənək, qoy canınız qalxsın da. Bizim səhifədə gah spama düşür, gah spamdan çıxır. Özü düşür, özü də çıxır. Neysə, qalsaq bura. Dedim ki, sıfırdan, təməldən izah. Uşaqlar, x kvadrat üstə gəl 1 bərabərdir 0 tənliyinə baxaq. Yəni, kompleks ədədləri şagirdə tədris edəndə buradan başlayır. Bu məşhur bir tənlik. Mən sual versəm ki, bax, salam, təşəkkür. Mən sual versəm ki, x kvadrat plus 1 bərabərdir 0 tənliyinin həqiqi ədədlər çoxluğunda həll edin. Sizcə cavab nə olacaq? Bax, belə bir sual qoyuram ortalığa. Sizin müzakirənizdə. Hələ kompleks ədədləri də qoyduq bir qırağa. X kvadrat üstə gəl 1 bərabərdir 0 tənliyinə. Sual versəm ki, həqiqi ədədlər çoxluğunda bu tənliyi həll edin. Təbii ki, həqiqi ədədlər çoxluğunda tənlik həll edən şagird qayıdıb deyər ki, bu tənliyin həlli yoxdur, boş çoxluqdur. Aydın məsələdir. Elə deyilmi? Bu tənliyin həlli yoxdur. Yaxşı, buradan belə bir sual meydana çıxır. Bəs biz elə bir ədədlər çoxluğu gətirməliyik ki, onun həlli olsun. Bunu həll etsə, niyə həlli yoxdur? Deyərəm ki, x kvadrat bərabərdir -1. Bunun həlli yoxdur. Yəni, kvadratın -1-ə bərabər olan ədəd yoxdur. Uşaqlar, dərsə diqqətlə qulaq asın. Buraxılışda bir sualınız hazırdır. Kompleks ədədlərdən 100% bir dənə hər il təklif olunur. X kvadrat bərabərdir. -1 tənliyin həlli yoxdur. Deməli, biz burada yeni ədədlər çoxluğu daxil etməliyik. Bax, həmin ədədlər çoxluğuna deyirlər kompleks ədədlər çoxluğu, geniş anlayışdır, ümumi. Burada İlk xəyali vahid daxil edilir. Yəni, biz bundan sonra deyərik ki, i kvadrat bərabərdir -1. Aydın oldu. Yeni ədəd xəyali vahid, yəni yeni bir ədədlər çoxluğu daxil etdik. İ xəyali vahidi daxil etdik. Bax, bu artıq kompleks ədədlər çoxluğunun bünövrəsidir, təməlidir. Aydın oldu. Yəni, kompleks ədədlər deyəndə sənin gözünün qabağına bu gəlməlidir. Onda yerinə yazsaq, i kvadrat bərabərdir -1. Deyir, o məsəl var, deyir ki, welcome kompleks ədədlər. Bax, buradan artıq sən bilməlisən. Bundan sonra yadda saxlayırsan ki, i kvadrat bərabərdir -1. Aydın oldu dediyim sizə. Bax, bunu əzbər yadda saxlamalısan. Kompleks ədədlər deyəndə sən artıq bilməlisən ki, i kvadrat bərabərdir -1-dir. Bunu əzbər yadda saxlamalısan. Kompleks ədədlərin belə deyək ki, təməli artıq buradan qoyuldu. Yəni, i kvadrat -1 bu tənliyin həllidir. Yerinə yazsaq, i kvadrat olur -1. Kompleks ədədlər çoxluğu, bunu da bir bilik kimi sizə deyirəm, yadda saxlayın uşaqlar. Kompleks ədədlər çoxluğunu, necə ki, natural ədədlər çoxluğunu n hərfi ilə, tam ədədlər çoxluğunu z hərfi ilə, nə bilim,
həqiqi ədədlər çoxluğunu R hərfi ilə bu şəkildə göstərirlər. Kompleks ədədlər çoxluğunu da C hərfi ilə göstərirlər. Aydın oldu. Bu da bir birikdir. Deyirəm sizə yadda saxlayın. Kompleks ədədlər çoxluğu işarə edilir C hərfi ilə. İndi bunun üzərində biraz biz qalaq. Sonra cəbri şəkil falan onlara da keçərik. Deməli, diqqət. Uşaqlar, ekranları bəyənək də bizim canlının imkan verməyək düşsün aşağı. Bəzən görürsən canlı üçün problem yaradırlar. Diqqət. Biz dedik ki, nə dedik? I kvadrat bərabərdir -1. Bax, bunu yadda saxlayarıq. Bu bizim üçün əsas bir şeydir. I kvadrat -1. Bundan istifadə edib i-nin müxtəlif qüvvətlərini hesablamaq olar. Düzdür, mən bundan deyim, sonra daha sadə şəkildə başqa qaydalar da deyərəm. Amma hələlik. Məsələn, sən bilirsən ki, i kvadrat -1-dir. Bunu əzbərləyib yadda saxladınsa, sənə biri desək ki, məsələn deyirəm, biri desək ki, i üstü 10, yox, i üstü 10 neçə edir? Neçə edir də deməyə, sual biraz doğru deyil. Yəni, sadələşdirək, i üstü 10'u sadələşdirək. Neçə edir də ola bilər, niyə? Sən bilirsən ki, i kvadrat -1'dir, elə deyilmi? Sənin bütün işin bundan olmalı. Sən bilirsən ki, i kvadrat nədir? -1'dir. Onda i üstü 10'u bununla göstərməlisən. i üstü 10'u qüvvətə görə necə yaza bilərik? i kvadratı üstü 5. İxtiyarımız çatır da yazmağa. Elə deyilmi? -5 nədir? i üstü 10'u i kvadrat üstü 5 yaza bilər. Sənin bütün işin beynində, xəyalın, nə bilim, hamısı i kvadratla bağlı olmalıdır. Yəni, i kvadrat gəlməlidir ora. i kvadrat üstü 5. i kvadrat da bilirsən də -1'dir. -1 üstü 5. Tutardı. -1 üstü 5, -1'in tək qüvvətidir. O bizə verir -1. Aydın oldu. Və yaxud da ola bilsin ki, sənə bax bu misal düşsün. i üstü 7. Mən hələ sadələrini deyirəm. Uşaqlar, sizin üçün istəyirəm ki, bununla bilək. Sonra bunun mən daha sadə qaydasını deyərəm sizə. İndi kimsə deyə bilər ki, bunun belə bir qaydası da var, haqlıdır. Onu da deyəcəm. Mən istəyirəm ki, hər tərəfli öyrənək də bunu. Məsələn, i üstü 7'ni sən qayda deyə bilərsən ki, ekranın o tayında rahat şəkildə deyə bilərsən ki, axı i üstü 7 hara, i kvadrat hara. Hardasa haqlısan. Amma sən i üstü 7'ni necə yaza bilərsən? Diqqət. O 4'ə bölünürü deyərəm. Biraz səbirli ol, dedim axı. i üstü 7'ni sən bu şəkildə yaza bilərsən də i-nin kvadratının mislini ayır. i üstü 6 bıraq i kimi. Aydın oldu dediyim. Bu da bərabərdir. i üstü 6 i kvadratla necə ifadə edilir? i kvadratının üstü 3 vurulsun i. i kvadratın yerinə nə yazıram? -1 yazıram. -1'in kubu vurulsun i. -1'in tək qüvvətidir, mənfidir. Vursam i'yə qalır -i. Yəni, i üstü 7 bərabərdir, -i'dir. Aydın oldu. Yəni, burada qeyri-adi bir şey axtarmağa dəyməz. Sadəcə bu şey. Bilirəm, belə çətindir dedim. Axı, biraz bu şəkildə yazaq. İndi qaydanı deyərəm. Biraz səbirli ol. Bunları bildik. Aydın oldu dedim sizə. Sənin kompleks ədədlə bağlı bildiyin budur. i kvadrat -1'dir. Qutardı. Qalan bu şəkildə verilsə, i kvadratını düşün. Dərhal qüvvəti şəklində göstərə bilirsənsə bu, göstərə bilmirsənsə ayır. O 4'ə bölmə də var. O digər böyük ədədlər üçün bəli. Məsələn, sən 4'ə bölmə deyirsənsə, i kubu biraz problemdir də. Onu necə yazarsan? Məcbur i kvadratına gətirməlisən. i kubunu yazarıq. i kvadrat vurulsun i. i kvadrat -1'dir. -1 vurulsun i bərabərdir -i. Aydın oldu. İndi bununla bağlı daha başqa suallar, başqa qaydalar. Aydın oldu. i kvadrat -1'dir. Bunu yadda saxlayırsan, bu şəkildə olanda ya hazır mislidirsə qüvvət şəklində, misli deyilsə, yəni cütdürsə qüvvətini ayırsan, misli təkdirsə üst daha doğrusu. Ondan cüt dərəcəni ayır, hesabla. Bu bir qayda, bunu bilək. Amma qüvvət üstləri böyük ədədlər ola bilər. Qüvvət üstləri böyük ədədlər ola bilər. 200, 300, nə bilim, 500, 327. Bax, bunlarla bağlı. Onda yenə biz
i kvadratını ayıra bilərik. I kvadratını ayıra bilərik. Amma bunun üçün hazır qayda var da. Niyə də biz o qaydadan istifadə etməyək? Mən indi o qaydanı sizə deyirəm. Diqqət. Tutaq ki, sən bunu yazmaq istəyirsən. Daha sadədən deyim, ya da bir dəfəli böyük ədəd deməyim. Məsələn, olsun 82. 82. Deyirəm ki, bunu hesabla. Təbii ki, sən yenə haqqın çatır. I kvadratını ayır. Yenə deyirəm, o bir üsuldur. Bunu da bil. Aydın oldu. I kvadrat mənfi 1-dir. Ayırırsan, bayaqdan yazdı. Onu da qoy bir tərəfdə. Bir də bu qayda, bunu da öyrənək. Uşaqlar, bir də bunun üçün belə bir qayda var. Üstlə olanda 4-ə bölüb qalığı hesablayırsan. Bir daha deyirəm. Bax, bu şəkildə üstlə böyük ədədlər olanda daha sadə və tez başa gələn bir üsul. Üst bölünür 4-ə, qalıq götürülür. Üst bölünür 4-ə və qalıq götürülür. Necə? I üstü, qoy bunu izahla yazım. 82-ni mən bölürəm 4-ə. 82 4-ə neçə dəfə bölünür uşaqlar? 82 4-ə şifayı bölə bilirik də qayda ilə. 20 dəfə qalıq neçə qalır? Qalıq qalır 2. Elə deyil. Bizə bu qalıq lazımdır. Bizə bu qalıq lazımdır. I üstü 82-ni sən birbaşa hesablamaq istəyirsənsə, 82-ni bölürəm 4-ə. Qalıq neçədir? 2. Yazıram üstündə. Yəni, burada neçədirsə, onu bölürəm 2-yə, 4-ə. Qalığı götürüb hesablayıram. I kvadrat da mənfi 1-dir də. Bu da bərabər oldu, mənfi 1. İkinci, məsələn olsun i üstü 240, neçə olsun? 7. I üstü 247. Bunu hesablamaq istəyirsən. Yenə 4-ə böl, qalığı tap. Bu qaydanı öyrənirsən. İ'nin o yüksək qüvvətlərini sənə tap desə, qayda bu şəkildədir. Üstündə hansı ədəddirsə, onu 4-ə böl, 4-ə böl, üstü götür. Qalıq qalmasa necə? Onu da deyəcəm. O qalıq qalmasa hardasa da bir el arasında Levi usulla qalıq qalmasa, yəni qalıq sıfırdır da, i üstü 0, 1 kimi hesablamaq olar. Yəni baxmaq olar. i üstü 247, i üstü 247-ni bölürəm 4-ə. Da bunu götürüb bölmürsünüz. 4-ə bölünmə əlamətinə görə son 2 rəqəmin əmələ gətirdiyi ədəd. Neçə edir? I kubu. Aydın oldu. I kubu da mənfi i'dir. Tutardı. Fikrim çatdı sizə. Bunları sadəcə bilin. Bax, uşaqlar, istəyirsə bunu bir yerdə qeyd edin. Kompleks ədədlərdə i kvadrat mənfi 1-dir. I kub da mənfi i'dir. Bu ikisini əzbər bilsəz yaxşı olar. Çox istifadə edilir. Hər dəfə daha yazmayaq da. I kvadrat mənfi 1-dir. I kub da mənfi i'dir. Bu çox istifadə olunur deyə bunu yadda saxlamalıyıq. 4-ə böldüm, qalıq neçə qaldı? 3 qaldı. Hesabladım. Fikrim çatdı. Üçüncü başqa bir məsələm olsun. i üstü 2007. Bezdiyi bu 2007-dən nə qədər olacaq? i üstü 2005. i üstü 2005 bərabərdir. Deyirəm ki, bunu hesabla. Yenə 4-ə böl, qalığı götür. Aydın oldu. i üstü. 4-ə bölsəm, qalığı götürsəm, i üstü 1 edir. Bu da bizə i verir. Fikrim çatdı. Qalıq 1 qalır, i üstü 1. Yəni, bu şəkildə qüvvətləri hesablayanda bizim işimiz nədir? 4-ə böl, qalığı götür. 4-ə bölüb qalığı götürürəm. Yəni, i'nin həmin o qalıq qüvvətlərini hesablayıram. Bayaq bir izləyici yazdı orada. Məsələn, birdən tam bölünsə, məsələn, olsun bu şəkildə. Bilmirəm neçə. 4-ə tam bölünür də bu. 4-ə tam bölünürsə, i üstü neçə götürülür? Tam bölünürsə qalıq nədir? Tam bölünürsə qalıq 0-dır da. i üstü 0, bu da bizə verdi 1. Tutardı. Aydın oldu. Ya istəyirsən bu şəkildə yaz, ya belə. Deməli, biz hələ ki öyrəndik kompleks ədədlərdə i xəyali vahid, i kvadrat mənfi 1, i kubda mənfi i'dir. Bunu əzbər bilməlisən, çox istifadə edilir. Hesablayanda ya i kvadratını ayırırsan, hesablayırsan,
Ya da xoşuma gəlmir, 4-ə böl qalığı götür. 4-ə böl qalığı götür. Böldün 4-ə. 4-ə böləndə də hansı qalıqlar alına bilər? 4-dən kiçikdə 1 alına bilər, 2 alına bilər, 3 alına bilər. Bir də xüsusi halda tam bölünə bilər. Tam bölünmək dolayı yolla qalıq 0 deməkdir də. Bunu da yazdım. Hamısına aid göstərdik. Aydın oldu. Bu da belə. İndi bir misal da yazın bununla bağlı. Sizə ola bilər ki, nə bilim, imtahanda təklif oluna bilər. Uşaqlar, ekranları bəyənək də 13200 bəyəni bilirsiniz. Yəni, özünüz bildiniz də. Tutaq ki, mən sənə bu qədər təşəkkür. Tutaq ki, mən sənə bu qədər çatdırdım məlumatı. Və sən imtahana getdin və sənə belə bir sual düşdü, bax. İmtahanda sənə bundan o tərəfə düşməzə, mən daha hər formasını sənə dedim. Bax, topluda var. Baxaq bura. 32 nömrəli misal. I üstü 457. I üstü 457. Bu belə bir misal. Sonra 51. I üstü 6. Üstə gəl. I üstü 20. Üstə gəl. I üstü 30. Üstə gəl. I üstü 36. Bax, belə bir misal. Sənə təklif oluna bilər. Sonra nə bilim 57 hər formasını yazıram. -1 üstə gəl i. Üstə gəl i kvadrat. Üstə gəl i kvadrat. Çıx i kub. Üstə gəl i üstü 4. Bax, 3 forma yazdım. Və başlayaq bunları bir-bir hesab. Bunları da yazılsa qutardı. Dərsin hardasa əsas hissəsi. 20-30% getdi, biraz da çox. Uşaqlar, ekranları bir dənə qəşəng bəyənək də. Bəyənək, ekranları bəyənək, canlını paylaşın, qoy daha çox şagird yararlansın. I üstü 457. İki formada yanaşa bilərsən. Ya istəyirsən kvadratla götür, i kvadratlı ilə götür. Ya da xoşuna gəlmir. Problem deyil. Bu məsələ var. Problem varsa problem yoxdur. I üstü 457 götür. Nəyə böl? 4-ə. Mən həmişə demişəm. İndi də deyirəm. Bundan əvvəlki dərslərdə demişəm. Kompleks ədədlərdə i üstü neçə ilə hesablayanda biz 4-ə bölüb qalığı götürürük. Bölək və götürək. I üstü 4-ə bölüb qalığı götürsən, 4-ə bölünmə əlamətindən istifadə et də. Ya da bu 4-ə bölünür zaten. 57 son 2 rəqəm. 57-ni 4-ə böləndə 14 dəfə qalıq 1 qalır da. Qaldı i üstü 1. I üstü 1 də bizə nə verir? Şifahi birbaşa. Kvadrata ayırmaqla, kvadrata gətirməklə, kvadrat ayırmaqla yazsaydın, biraz vaxt aparardı. Amma o da üsul da. Bu 1, bu getdi. 4-ə böldün, qalığı götürdün. Gəldi bu. Bunları rahat yaza bilirsənsə qutardı. İmtahanda sən korluq çəkməzsən bu formada misallarda. I üstü 6-nı hesablayaq. 1-1 uşaqlar ardıcıl. Bax, i üstü 6 dedim 4-ə böl. Fərqi yoxdur. 4-dən ki böyük oldu 4-ə bölürsən də. I üstü 6. 4-ə bölsəm qalıq nə qalır? I kvadrat. Qalığı götür yaz bura. Üstə gəl. I üstü 20. 4-ə bölsən qalıq nə qalır? 0 qalır da. I üstü 0. I üstü 30. 4-ə bölsəm 7 dəfə qalıq qalır 2. 28. Üstə gəl. I üstü 36. 4-ə bölsəm tam bölünür. I üstü 0. Və bunları hesablayaq. I kvadrat -1. Üstə gəl. I üstü 0 1 edir. Üstə gəl i kvadrat -1. I üstü 0 1 edir. Əks ədədlərdir. Cavab oldu 0. Aydın oldu. Və növbəti. Bax bu misal. Bunlardan sənə heç nə çıxmaz. Bu məsələdir, ondan sənə yar olmaz. Və bunlardan sənə heç nə gəlməyəcək. Ona görə başını buraxırıq bunlar. Bunların başını buraxırıqsa, -1 üstə gəl, başını buraxırıq, o demək deyil, pul ümumiyyətlə atırıq, yəni saxlayırıq da. I kub nə alınır? -1 üstə gəl i qaldı. I kvadrat bizə nə verir? I kvadrat bizə verir -1, elə deyilmi? -1.
i kub canlının əvvəlində dedim bizə çox lazım olur. Yenə deyirəm bax, kompleks ədədlərdə bizə ən çox lazım olan, bilmirəm bura düşürmü? Bura düşmür. Yenə deyirəm bax, i kvadrat mənfi 1-dir. I kub da mənfi i'dir. Bunu dediyimdə də kvadratı ayırırıq da hər dəfə deməyək. I kubu da mənfi i'dir, yadda saxlayırıq. Mənfi 1 plus i'yə dəymədim. I kvadratın yerinə yazıram mənfi 1. I kub özü mənfi i'dir. Mənfi i'dirsə burada da mənfi var. Oldu plus i. I üstü 4. Dedim ki 4'ə böl qalığı götür. I üstü 0. Cavab qalır 1. Ya da i kvadratının kvadratı mənfi 1'in kvadratı 1. Gördünüz? Gəldi çıxdı bura. İndi hesablayaq. Mənfi 1 ilə 1'lər getdi. Nə qalır burada? Mənfi 1 üstə gəl 2i. Bu şəkildə də qalır. Buna da dəymirəm. Biri deyir, ona dəymir. Bu qaldı bu şəkildə. Bunlar aydın oldu da yəqin ki. Bununla bağlı bax bu. Kompleks ədədlərdə i'nin qüvvətləri ilə bağlı sizə imtahanda təklif olunsa, sizin heç bir probleminiz olmayacaq. Bundan o tərəfə nə düşə bilər? Bunlardır da. Sən qaydanı tətbiq elə. Bu belə. Ekranları da heç kəs bəyənmir. Demək olar ki, ona görə yayın düşür aşağı. İndi sizə nə deyim mən? İndi sizə deyirəm, cəbri şəkildə verilmiş kompleks ədədlər. Cəbri şəkildə. Həqiqi xəyali hissəni, bəli, hamısını, kompleksləri, yəni bu günləri sırf blok və buraxılış imtahanında nə lazımdır, hamısını keçərəm. Bəlkə YouTube-a da yerləşdirdim bu dərsi. Bu dərsi bəlkə YouTube-a da yerləşdirdim, bəlkə. Bununla bağlı bu qədər. Diqqət. Gəlir indi, nə gəlir? Cəbri şəkildə verilmiş kompleks ədəd. Bax, əsas hissə cəbri şəkildə verilmiş kompleks ədəd. Nədir cəbri şəkildə verilmiş kompleks ədəd? YouTube-un adı nədir? Bu TikTok-un adı nədirsə elə odur. Məndə bütün sosial şəbəkələrin adı elə eynidir. Diqqət. Diqqət, diqqət. Kompleks ədədi cəbri şəkildə verilmiş kompleks. Ümumiyyətlə kompleks ədədi bax, ifadə ilə bu şəkildə z ilə deyirlər də. Ümumi belə göstərirlər z ilə. Uşaqlar, z bərabərdir a plus bi. Bu adlanır kompleks ədədin cəbri şəkli. Bu adlanır kompleks ədədin cəbri şəkli. Yəni deyirlər buna cəbri şəkildə verilmiş, qoy yazımı. Verilmiş kompleks ədəd. Kompleks ədəd. Z bərabərdir A plus B. Fikrim çatdı. Z bərabərdir A plus B ədədinə cəbri şəkildə verilmiş kompleks ədəd deyilir. Və yaxud da Z bərabərdir A plus B kompleks ədədin cəbri şəkli deyilir. Eynidir. Sən sadəcə bunu bilməlisən ki, kompleks ədədin cəbri şəkli deyilsə, Z bərabərdir A üstə gəl B-dir. Bu bir. Öyrənib yadda saxlayırsan. Burada xüsusi bəzi biliklər var. Qeyri-adi deyil, amma bilməliyik. Uşaqlar, biz dedik ki, kompleks ədədin cəbri şəkli A plus B-dir. Elə deyilmi? Burada A-ya deyirlər xəyali hissə. Öyrənib yadda saxlayırsan. Xəyali hissə. Aydın oldu? Öyrənib yadda saxlayırıq. A adlanır xəyali hissə. Düz yazdım. Bax, beyin getdi yenə. Aya xəyali hissə yox. Görməmişsiniz ki, həqiqi hissə. Elə də belə gözəl deyirəm, üzr istəyirəm. Aya deyirlər həqiqi hissə. Z bərabərdir A plus B cəbri şəkildir. A adlanır həqiqi hissə. Öyrənib yadda saxlayırsınız. Bayaqkına fikir verdim, getdi. B isə xəyali hissənin əmsalıdır. B isə deyirlər xəyali hissənin əmsalı. Bəzən çoxu səhvə yol verir. Deyir ki, B xəyali hissədir. Xeyr, elə şey yoxdur. A plus B-də A
həqiqi hissə adlanır. B isə xəyali hissənin əmsalı. Aydın oldu. B xəyali hissənin əmsalı. Ümumi bu xəyali hissə gedir və ona belə baxmırlar. Bu B xəyali hissənin əmsalıdır. Aydın oldu. Bu belə. Məsələn, Z bərabərdir 3 üstəgəl 4i. Kompleks ədədi. Cəbri şəkildə verilib. Bəli. Z bərabərdir 3 plus 4i-də həqiqi hissə 3-dür. Xəyali hissənin əmsalı 4-dür. Bəli, buna həqiqi hissə və xəyali hissənin əmsalı söhbəti var. Çoxu, yenə deyirəm, diqqətsizlik edir, ya dilinə elə yatıb belə deyir. Bu həqiqi hissədir, bu da xəyali hissə. Yoxdur elə bir şey. Gedin kitablara da baxın, vəsaitlərə də baxın, görərsiniz. Orada belə şey deyilmir. Bu əslində qeyri-adi bir şey də deyil. Sadəcə belə deyirlər də. A həqiqi hissədir, B xəyali hissənin əmsalıdır. Aydın oldu. Məsələn, Z bərabərdir 3 üstəgələ 4 idi. 3 həqiqi hissədir. Xəyali hissənin vahidi 4-dür. Bunları işarə edirlər uşaqlar. Onu da sizə deyim. Bunları işarə edirlər. Bunları da işarə edirlər. Onu da deyim. Əsas yer, əsas məqam. Uşaqlar, canlı dəstək olaraq imkan verməyək də canlı düşsün aşağı. Canlı aşağı düşəndə mənim motivasiyam da düşür. Nə yalan deyim. Ona görə siz canlını bacardığınız qədər bəyənin, paylaşın. Z bərabər A plus BI. Baxın, burada uşaqlar, yenə deyirəm. Bunu özümə deməyə borc bilirəm. Çünki çox görmüşəm. Belə deyirlər. Həqiqi hissə, xəyali hissə. Həqiqi hissə, xəyali hissə. Yox, elə şey deyilmir. Gedin vəsaitlərə baxın, dərsliklərə baxın, nə bilim. Ümumiyyətlə də hamısında mən dediyim kimi yazılır. A həqiqi hissədir, B xəyali hissənin əmsalı. Deməli, həqiqi hissə belə göstərilir. R, Z kimi. Yəni, R, Z. Mötərizə ilə də yazırlar, mötərizəsiz də yazırlar. Bu bərabərdir A-ya. Xəyali hissənin əmsalı isə İm-Z kimi göstərilir. İm-Z bərabərdir B. Aydın oldu. Bu da realist, imaginaris, həqiqi, xəyali sözlərdə ingiliscə səhv eləmirəmsə. Amma bilməsəz də olar, bilsəz də yaxşıdır. Tutaq ki, Z bərabərdir 2 minus 3i. Bu cəbri şəkildə verilmiş bir kompleks ədəddir. Z bərabərdir 2 minus 3i. Burada RZ soruşulsa, RZ bu 2'dir. Aydın oldu. Burada RZ soruşulsa 2'dir. İmZ soruşulsa İmZ. İmZ mənfi 3'dür. Burada da əksər uşaqlar var ki, salam, səhvə yol verir. İmZ'i götürür 3 işarəsi ilə götürür. Yəni bu verilib cəbri şəkildə bir kompleks ədəd. Bunun həqiqi hissəsi 2'dir, RZ. Xəyali hissəsinin əmsalı bu mənfi 3'dür. Mən də dilimə bəzən yatırır xəyali hissə. Amma nə yazıq ki, belə demirik də. Bu belə. Bunlar yəqin ki, aydın oldu. Qeyri-adi bir şey deyil, amma bilişdir. Bunu da qeyd edək. Kompleks ədədin bir xahiş edə bilərəm. Baxır sənin xahişivə də. Burada çox soyuqdur. Bərabərsizliklər izah edə bilərsiniz. Bax, əzizim, xahiş edirsən, öyrənməksə məqsədin, girirsən YouTube kanalıma. Nurlan Əliyev intervallar usulu yaz. Bax, bu şəkildə dərsim var. Sıfırdan izaha sənə söz verirəm ki, diqqətlə otur, qoy qarşıla. Bir dəftər, qələm, nə bilim, kağız qarşında olsun. Öyrənərsən və mənim üçün duacı da olarsan, yəqin ki. İntervallar usulu, interval, parça bərabərsizlik, hamısı YouTube kanalında. Burada canlı yayında izah olunur və YouTube'a yerləşdirilir. Yəni, sıfırdan izah var. Ən bəsidə, yəni
intervallar usulu sıfırdan necə ola bilər demişəm orada. Ta çətininə qədər çıxmışam. Git öyrən, bax ora, öyrən, rəy yerində də yazarsan ki, mən filan kəsəm, başa düşdüm ya başa düşmədim. Amma inanmıram. Çünki sıfırdan detalı ilə demişəm hər şeyi. Həmin canlı yayımda da demək olar ki, bütün şagirdlər razı qaldılar. Belə səs yaradan da canlı yayın idi. Hə, uğurlar. Nə deyirdim, yadımdan çıxdı. Kompleks ədədin qoşması. Kompleks ədədin qoşması. Z bərabərdir cəbri şəkildə verilmiş A plus BI kompleks ədədin qoşması deyilən bir anlayış var. Kompleks ədədin qoşması işarə edilir Z üstü xətt ilə. Bu belə qəbul olunur. Z üstü xətt ilə. Uşaqlar, kompleks ədədin qoşması bax, bura minusdan fərqlənir. Qutardı, getdi. Fikrim çatdı. Bura minusdan fərqlənir. Yəni, Z üstü xətt bərabərdir A minus BI. Bəzən belə də deyirlər. Z üstü xətt bərabərdir A plus BI üstü xətt. O da bərabərdir A minus BI. Bax, bu şəkildə. Fikrim çatdı. Kompleks ədədin qoşması üstə xətt və minusudur. Məsələn, Z bərabərdir 3 üstə gəl 4i. Kompleks ədədinin qoşması. Kompleks ədədin qoşması. Nəyə bərabərdir? 3 minus 4i. Aydın oldu. Z bərabərdir 3 üstə gələ 4i kompleks ədədinin qoşması. Z bərabərdir 3 minus 4i. Uşaqlar, keçən illəri, bəli, səhv eşitmirsiniz. Yazım orada sizə deyim. Kompleks ədədin qoşmasını bildiniz də. Elə keçən illəri buraxılış imtahanında, 11-ci siniflərin buraxılış imtahanında keçən illəri belə bir sual var idi. Z bərabər sual dəqiq bax yadımdadır. Mən canlı yayında onun izahını da vermişəm. 2 üstə gəl 5i kompleks ədədin qoşmasını deyir, yaz. Qoşması. Yazın rəy yerinə. Bax, keçən illəri, bəli, düşmüşdür. Keçən illəri riyaziyyatdan buraxılış imtahanında belə bir sual təklif olunmuşdu. Z bərabərdir 2 üstə gələ 5i kompleks ədədin qoşmasını deyir, yazın. Bəli, keçən illəri düşmüşdü də, burada izləyicilər təsdiq edir. 2 minus 5i, bəli. Aydın oldu bu şəkildə. Öyrən, canın qutarsın. 1 saniyəlik sual, bəli, 1 saniyəlik. Kompleks ədədin qoşması, bax budur. 2 plus 5i'nin qoşması, yəni Z üstü xətt. Bu da nəyə bərabərdir? 2 minus 5i. Aydın oldu. Bu da belə. Demək, indi baxaq bura. Bir şey də deyim, sonra keçək cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində əməllər. Görəsən bu nəyə lazım olacaq? Bir də kompleks ədədlər çoxluğunun dərsində, sırf xəyali ədəd deyə bir anlayış var. Buna xüsusi baxılır. Sırf xəyali ədəd. Sırf xəyali ədəd. Bax belə. Kompleks ədədlər dərsində sırf xəyali ədəd deyə bir anlayış var. Bax daha. Bunu yadda saxlayırıq. 0 üstə gəl BI şəklində verilən, istənilən ədəd sırf xəyali ədəd adlanır. Aydın oldu. Öyrənib yadda saxlayırsan. 0 üstə gəl BI şəklində olan istənilən ədəd sırf xəyali ədəd adlanır.
Öyrən, yadda saxla. Aydın oldu dediyim sizə. Məsələn, 6i sırf xəyali ədəddirmi? Bəli. Niyə? Onu biz bu şəkildə göstərə bilərik. 0 üstə gəl 6i. Aydın oldu. Bu sırf xəyali ədəddir. Öyrənib yadda saxlayırsan. 0 üstə gəl b şəklində olan ədəd sırf xəyali ədəd adlanır. Çünki bu 0-ı buradan silə də bilərik. B-i qalır da. Bu xəyali hissə ilə, əmsalı ilə uyğun olan ədəddir də. Ona görə buna deyirlər sırf xəyali. İndi sırf həqiqi ədəd var, onun üçün demirlər də. Onun belə tətbiqləri yoxdur. Ona görə sırf buna baxırlar. 6i 0 plus b şəklində göstərilə bilər. 0 üstə gələ 6i. Bu sırf xəyali ədəd, xəyali kompleks ədəd. İndi belə deyirlər buna. Fikrim çatdı sizə. Uşaqlar, diqqət. 0 həm həqiqi ədəd kimi həqiqi ədəddir. Bax, görə bilirik də 0 həqiqi ədəddir. Fikrim çatdı. Həqiqi ədəd. Yəni buna kimsə şübhəsi ola bilməz. 0 sırf yəni həqiqi ədəd kimidir. Bunu kompleks ədədi keçməmişdən qabaq da biz bilirdik ki, 0 həqiqi ədəddir. Bu 0-ı bu şəkildə də göstərə bilərik. 0 bərabərdir 0 üstə gəl 0 i şəklində göstərilə bilir. Görə bilirsiniz, bu 0 həm həqiqi ədəddir, həm də sırf xəyali ədəddir. Xəyali ədəddir. Riyaziyyatda yeganə ədəd 0-dır ki, həm həqiqi ədəd kimidir, həm də sırf xəyali ədəd kimidir. Yəni 0 ədədi həm həqiqi ədəd şəklində, həm də sırf xəyali ədəd şəklində göstərilə bilirlər. Aydın oldu. Öyrənib yadda saxlayırsan. Hansı ədəddir sırf həqiqi, həm də həqiqi, həm də sırf xəyali ədəd kimi göstərilə bilər? Yeganə ədəd 0-dır. Bax daha. 0 həm həqiqidir, həm də sırf xəyali. Aydın oldu dedim sizə. Bunu da sizə çatdırdım. Bununla bağlı da məncə bir problem qalmayacaq. Uşaqlar, indi biz diqqət. Cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində bir sıra əməllər var. Onlara aid yazaq. Sonra vaxt qalsa inşallah ki qalacaq. Biz kompleks ədədlərin bərabərliyi, cəbri şəkildə verilmiş kompleks ədədlərin bərabərliyini də sizə çatdıracağıq. Asan mövzudur, demək olar ki, bu mövzu. Hardasa səndən razıyam. Niyə? Çünki kompleks ədədlərin hələ ki belin qırıblar. Çox biliklər var ki, mövzular var ki, kompleks ədədlərlə bağlı çıxardıblar testlərdən. Mən səndən hardasa razıyam. Ola bilər ki, 2-3 ildən sonra yenə o mövzular salınsın. Çünki hələ ki dövrdə bu mövzunu çıxardırlar. Məsələn, 9-un buraxılışında, əgər buraxılış testinə baxsa, silsilə çıxarılıb, ardıcıllıq silsilə çıxarılıb. Amma 11-lərdə blokda, buraxılışda var dərs. Nədənsə baxır da. Amma kompleks ədədin arqumenti var idi, modulu var idi, trigonometrik şəkli falan var idi. Onlarla birlikdə kompleks ədəd daha maraqlı idi və daha çətin idi. Yəni səs-küyə səbəb olan suallar oradaydı. Demək olar ki, adicə kompleks ədədin modulu nədir? Onu belə çıxardıblar proqramdan. Belə bir şeylər var da. Silsilələr asandır. Əhsən. Silsilə asandır nədir? Nəyə asandır silsilənin? Silsilə asandır. Sən misallar görməmisən. Mən qorxuram o sözü işlətməyə. Silsilə asandır. Hə, neçə ildir bu işin içindəyəm? 2007-dən. 2007-dən mən tədrislə məşğulam da. 2007-2026. Neçə ildir? 19 il. 19 ildir bu işin içindəyəm. Mən hələ heç bir mövzu demirəm, asandır. Trigonometrik şəkil bəli çıxarılır, ümumiyyətlə yoxdur. Orta məktəb dərsliyində də yoxdur. Trigonometrik şəkildir, moduldur, arqumentdir. Bu o demək deyil, onlar heç vaxt daxil edilməyəcək. Amma ola bilsin 1 il, 2 ildən sonra yenə gələn illəri hansısa mövzuya daxil edilir, bir neçə ildən sonra. O zaten
Bərabərsizlik çıxarılıb, trigonometrik bərabərsizlik, amma yenə daxil ediləcək. Kompleks ədəd götürək 2 dənə. Z1 cəbri şəkildə verilmiş. 3 üstəgəl 5i, bir də Z2 bərabərdir 6 minus 2i. Əvvəla onu deyim ki, cəbri şəkildə verilmiş. Bayaq dedik də. Cəbri şəkildə verilmiş. 2 kompleks ədəd. Necə idi? Cəbri şəkildə verilmiş. A plus B-yi C plus D-yi məsəl üçün də. Ümumi A plus B-yi də kompleks ədədin cəbri şəkli. Cəbri şəkildə verilmiş kompleks ədəd necə idi? A plus B. Cəbri şəkildə verilmiş 2 kompleks ədədin cəmi, fərqi, hasili, nisbəti, yəni bölünməsi həmişə cəbri şəkildə verilmiş kompleks ədəddir. Aydın oldu. Bir daha deyirəm, bunu yadda saxlayırıq. Cəbri şəkildə verilmiş 2 kompleks ədədin cəmi, fərqi, hasili, nisbəti hər biri yenə də cəbri şəkildədir. Bu məsələnin bir tərəfi. Z1 bərabərdir 3 üstə gələ 5i cəbri şəkildə verilmiş kompleks ədəddir, bəli. Z2 bərabərdir 6 minus 2i cəbri şəkildə verilmiş kompleks ədəddir, bəli. Bunlar kompleks ədədlərdir. Çoxhədli ilə bildiyinizdir. Yəni kompleks ədədlər üzərində əməllər demək olar ki, sizin çoxhədli dərsində öyrəndiklərinizdir. Amma burada biraz nə var? I kvadrat məsələsi. Qalan sizin bildiyinizdir. Necə deyirəm? Bax bura. Birinci, deyirəm ki, Z1 üstəgəl Z2-ni hesabla. Topluda doludur belə məsələlər. Bu sənə qeyri-adi gəlməsin ki, bunların cəmi heç nə. Adi, bax. Z1-in yerinə yazıram 3 üstə gələk 5i. Z2-nin yerinə yazıram 6 minus 2i. Bunu biraz sadələşdiririk. Sadələşdirmə sənin bildiyin çoxhəddidəki mövzu. Həqiqi xəyali hissələri ayrı-ayrı toplayıb nəticəni yazırıq cəbri şəkildə. Bax, heç burada i yoxdur. X olsaydı necə yazardın? 6-cı sinif misalı. Canlıya bax, düşdü aşağı. Ay canlı, aşağı düşmə. Nə olur? Başıva dönərəm. Görürsünüz də bunlar, bu i-yə baxma, x-ə baxsın. I xəyali vahidinə baxma. Elə bil ki 3 plus 5x plus 6 minus 2x 6-cı sinif. Necə baxırsan? Bu şəkildə. Hesabla nəzərə al. 3 üstə gəl 6, 9. 3-dən 6-nı toplayırıq. 5i-dən 2i çıxsaq neçə verir bizə? 3i. Hesablayıram. 9 üstə gəl 3i. Gördünüz, cəbri şəkildə verilmiş 2 kompleks ədədin cəmi də yenə cəbri şəkildə verilib. 9 üstə gələk 3i. Həqiqi hissə 9-dur. Xəyali hissənin vahidi 3-dür. Əmsalı 3-dür. Yenə cəbri şəkildədir. İkinci. Fərqinə baxaq. Z1 minus Z2. Z1-in yerinə nə yazıram? 3 üstə gəl 5i. Minus Z2-nin yerinə yazıram 6 minus 2i. Mötərizədə yazıram. Yəni sənin bildiyin çoxhədlilər üzərində əməllər. 3 üstə gələk 5i. 3 üstə gəl 5i. Nə olacaq? Qarşıda mənfi var, dəyişiləcək. Minus 6 plus 2i bərabərdir. 3-dən 6 çıxsa nə verər bizə? Mənfi 3. 5i üstə gələk 2i, bu da bizə verdi 7i. Aydın oldu. Mənfi 3 üstə gəl 7i. Bu belə. Üçüncü, bunu silim yazın. Bu görünsün də. Bu görünsün. Trigonometriya izahları əzizim. YouTube kanalımda çoxdur. Amma mən bəzən, düzdür, izləyicilərin burada rəydə yazanlara fikrinə önəm verirəm, amma bəzən əsəbləşirəm. Nəyə görə? Bu trigonometriya canlı yayını edəndə mənim canlı yayımda 6 nəfər, 7 nəfər izləyici var idi. Təsəvvür edirsiniz. Elə yandım, töküldüm. Bir dərs orada var idi ki,
Təsəvvür elə ki, sıfırdan izah, trigonometrik eyniliklər. YouTube-da var o dərsdə. Çoxdur YouTube-da dərsim var. Halbuki məni belə həvəsləndirmişdilər ki, mənim trigonometriya bilirsiniz, bizim yaralı yerimiz. Qardaş, 6-7 nəfər vardı canlıda. Bilmədim 15 nəfər. Axır əsəbləşdim, bağladım canlı. Dedim ki, nəyimə lazımdır. Hətta bax bu şəkildə. Valla canlı yayını bilirsiniz necə qaldırmaq olar. Mənim maraqlı deyildi o. Mən istəyirəm ki, həqiqətən uşaqlar yararlansınlar. YouTube-da var. Mən bir şeylə təsəlli tapdım ki, zaten YouTube-a yerləşdirirəm onu. Məsələn, indi burada bunu silin, başlayım əkob, əbobdan danışmağa. İnanırsınız, canlı qalxacaq 200-300 nəfərə. Nədənsə sadə mövzular. Bizdə uşaqlarda belə bir xüsusiyyət var, o pisdir. Çox şagirdlərdə var. O uşaqlarda belə bir xüsusiyyət, pis xüsusiyyət. Bildiyi şeyə baxmağa meyillidir. Bilirsən də onu. Onu zaten bilirsən də. Bilmədiyin bir şey öyrən. Bax, çoxuz mənim dediyimi təsdiqlərsə, bir şagirdə deyirsən ki, get təkrarla, gedir bildiklərini yenə təkrarlayır. Təşəkkür. Deyirsən, get təkrarla, gedir bildiklərini təkrarlayır. Yenə gedir evə oturur. Yalnız birə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Yalnız birə. Sən bunu bilirsən də boş-boşuna niyə vaxtını sərf edirsən? Sən bilmədiklərini öyrən. Çox şagirddə var bu. Mürəkkəb ədədlərin tərifini özü üçün təkrarlayır. Sən bunu bilirsən də. Sən bilmədiyi təkrar, bildiyi tutuquşu kimi eyni yenə demək deyil. Təkrar odur ki, bildiklərinin üstündən bir ötəri keçirsən, bildiklərinə nəzər yetirirsən. Baxırsan ki, o camiyyədə bilmədiklərin hansıdır, onları öyrənin. Məsələn, mən tutaq ki, sənə deyirəm ki, get natural ədədlər dərsini təkrarla. Bəli, zaten təkrarlamaq lazımdır. Sən getdin, mən bilirəm də yazdırılıb da sənə. Başlayırsan özünü təkrarlamağa. Məsələn, natural ədəd nəyə deyilir bilirəm, o birini bilirəm. Sadə ədədlər, mənim yadımdan tutaq ki, nə çıxmışdı, məsələm deyirəm. Kəsirlərin əkobu, gedib onu oxuyuram. Və yaxud da ədədin bölənlərinin sayının tapılması, əkob, əbob arasında əlaqə və onunla bağlı daha başqa misallar. Mən bilirəm də, hər şagird demək olar ki, öz yaralı yerini bilir. Məsələn, mən burada bu dəqiqə desəm ki, çətin yaralı yeriz nədir? Hamı yazacaq. Biri yazacaq ki, trigonometriyadır, biri deyəcək funksiyadır. Siz zaten öz yaralı yerlərinizi bilirsiniz. İnkişaf, əgər istəyirsinizsə inkişaf edəsiniz, yaralı yerlərinizi aradan qaldırın. İnkişaf bilmədiklərini öyrənmək, bildiklərinə də başqa tərzdən yanaşmaq. Necə? Məsələn, ola bilər ki, sən filan vaxtda bir şey öyrənmirsən, indi artıq sənin təcrübən var axı. Ola bilsin ki, bu səfər daha asan həll edəsən. Aydın oldu. Bəzən olur da, məsələn, belə özümüzün başına gəlir. Nəinki şagirdlərin. Müəllimlər də o yolu keçir. 3 il bundan qabaq bu misalı bu şəkildə demişəm. İndi deyirəm, bu daha qəşəng üsul budur. Bundan deyirəm. Yəni, inkişaf odur. Bilmədiklərini öyrənmək, bildiklərini başqa səpkidə yanaşmaq ona. Bu, yoxsa ki, gedirsən elə, deyirsən, get təkrarla, gəlir. Kəsir nəyə edilir? Oturub bunu təkrarlayır. Vahidin bərabər hissələrinə kəsir edir. Az zalımın balası. Sən bunu bilirsən də, öz o qızıl vaxtını niyə boşuna sərf edirsən? Bilmədiklərini öyrən. İnkişaf odur. Yoxsa tısbağa kimi yerində. Ancaq bax, belə olacaq. Neysə, çox danışdığımı bilmədim, nə deyirdim. O misalı da sildim orada. Misal necə idi? Yadımdan çıxdı. Təxmini belə olmalıydı. Z bərabərdir. Nə bilim, 3 plus 4 deyək də. Eybi yoxdur. Z2 də bərabərdir. 2 minus 3i olsun. Eybi yox. Yadımdan çıxdı o. Bu ikisi üçün baxaq. Hasil bir də nisbət. Diqqət. Bu ikisi üçün baxaq. Z bərabərdir 3 plus 4i. Sonra 2 minus 3i. Buna baxaq. Diqqət. Cəmin fərqini hesabladıq. Cəmi fərqi elə bizim bildiyimizdir. Bayaqları yazdıq. Üçüncü deyək də buna. Hasil Z1 vurulsun Z2. Uşaqlar, adi çox həddinin çox həddiyə vurulması. Bəli, vurub açırıq. Adi çox həddinin çox həddiyə vurulması. Üç üstəgəl 4i vurulsun
2 çıxılsın 3i bərabər. Çox həddi necə vurursan? Elə bil ki, mahnıda elə bil ki, yatmışam, belə bir mahnı deyim. 3 üstəgəl 4 3 üstəgəl 4x-i 2 minus 3x-ə vurursan. Bir də i kvadratı mənfi bir nəzərə alırsan. 3-ü 2-yə vursaq 6. 3-ü mənfi 3-yə vursaq minus 9i. 4i-ni 2-yə vursaq 8i. 4i-ni mənfi 3i-yə vursan olacaq minus 12i kvadrat. Özünü qorxutma. Yenə deyirəm. X-dən olsaydı necə yazardın? Elə yanaş. X deyil, i-dir də burada. Sonra burada qaldı 6. Mənfi 9i üstəgəl 8i. Mənfi i. 6 mənfi 9i üstəgəl 8i. Mənfi i. Minus 12 vurulsun. I kvadrat bizə neçə verir? I kvadrat mənfi 1 verir. Ən məşhur kompleks ədədin bünövrəsidir o. Mənfi 1 yazıram yerinə. Tadı 6 minus i üstəgəl 12 olacaq. Bu da bizə verdi 18 çıxılsın i. Gördünüz? Kompleks ədədin hasili də kompleks ədəd. Cəbri şəkildə verilmiş. 2 kompleks ədədin hasili də yenə cəbri şəkildə verilmiş kompleks ədəddir. Elə tez bazar bir sual buradan deyək. Uşaqlar, burada rez z nəyə bərabərdir? İm z. Testlərdə düşür ha. Bayaqlar dedik. Dərhal. Rez z nəyə bərabərdir? İm z. Və yerinə yazın elə. On 18 minus 1 nədir? Yaxşı, bunu yazsaq rez z nəyə bərabərdir? 18 bir də mənfi 1. Hə? Bəli, rez z 18-dir. Çünki həqiqi hissədir də bu. Rez z 18-dir. İm z bəs. İm z-dəki mənfi 1-dir. İm z, yenə deyirəm, bunların adları var. Bu həqiqi hissədir. Bu isə xəyali hissənin əmsalı. Bu həqiqi hissədir. Bu xəyali hissənin əmsalı deyilir. Çoxu buna xəyali hissə kimi deyir. Düzgün deyil. Bu belə. İndi bunun nisbətində sizin nisbətində bir qeyri-adilik var. Müəllim, mənfi niyə? Mənfi ona görə ki, işarəsi ilə götürülür də. Mənfi 1. İşarəsi ilə götürülür, işarəsi ilə. Ona görə. Gəlir indi nisbəti. Nisbətində bir balaca, çox da yox, bir balaca. Nisbətində bir balaca yenilik var. Bu Z1 deyim də buna, heç deməmişəm. 4-cü Z1 bölünsün Z2. Uşaqlar, əziz və dəyərli şagirdlər. Bunları mən sizə bir yerdə deyirəm, hamısını. Bunların hamısını mən sizə deyirəm bir yerdə. Amma bunlar imtahanda, istər blok, istər buraxılışda sizdə bir dənə düşə bilər. Belə deyim də, mən sizə bunu paket şəklində deyirəm. Hamısını bir yerdə. Komplekt. Amma imtahanda sizə bir formada biri düşə bilər. Məsələn, verər ki, bu verilib, Z1 plus Z2 cəmini tap. Yaxud da sənə düşər ki, Z1 minus Z2 fərqini tap, hasillədir. Ya deyə bilər Z1 vurulsun Z2 hasilini tap, ya da bu nisbət. 3 dənəsi sənin bildiyindir. Yəni, çox hədlidən nə bilirsən, burada da həmən söhbətdir. Amma, nisbətdə biraz yenilik var. Z1 böl Z2. Z1-in yerinə yazıram 3 üstəgəl 4i. Z2 də 2 minus 3i'dir. Kompleks ədədlərin, cəbri şəkildə verilmiş kompleks ədədlərin nisbətini tap desə, surəti və məxrəci. Məxrəcin qoşmasına vurur. Aydın oldu. Surəti və məxrəcin qoşmasına vurur. Məxrəc bizdə nədir? 2 minus 3i. Uşaqlar, rəy yerinə yazaq bir. 2 minus 3i'nin qoşması nədir? 2 minus 3i'nin qoşması. Rəy yerinə yazın elə.
2 minus 3 i'nin qoşmasını r yerinə yazın, sizin üçün də bir təkrarlansın da. Bəli. Onun plusu. Bəli. Qoşması, minusun qoşması bizim kvadrat köklər dərsində. Eləcə dərəcədən kök dərsində. Orada da kök altında qoşma necə götürülürdü? Minusun qoşması plus deyək də belə. Bura. Məxrəc 2 minus 3 idi. Onun qoşması 2 plus 3 idir. 2 üstəgəl 3. Surəti də məxrəci də vurursan. Yəni 2 minus 3 ini vururam 2 plus 3 i'yə. Məxrəci də vururam. 3 üstəgəl 4 i vurulsun 2 üstəgəl 3 i'yə. Bax bu şəkildə. Yadda saxlayırsan. Bunu artıq öyrənməlisən. Bəli, oxşuyur. Qohumlar. Ata tərəfdən. Zarafat elə. Cəbri şəkildə verilmiş kompleks ədədlərin nisbətini hesablayanda yadda saxla. Surəti də, məxrəci də məxrəcin qoşmasına vurursan. Aydın oldu. Bu artıq qaydadır. Cəbri şəkildə verilmiş iki kompleks ədədin nisbətini hesablayanda surəti də, məxrəci də, məxrəc nədir? Onun qoşmasına vur. 2 minus 3 i'nin qoşması bunun plusudur. 2 minus 3 i plusu budur. Və gəlin hesablayaq. Məxrəc a minus b, a plus b-dir də görə bilirik. Olur birincinin kvadratı, 2'nin kvadratı 4, minus ikincinin kvadratı 9i kvadrat. Aydın oldu. 9i kvadrat. Məxrəclə işim bitdi. Keçirəm surətə. Surət də adi vurmaq kimi. 3 dəfə 2, 6. 3 dəfə 3i, 9i. 4 ini 2'yə vursaq 8i. Üstə gəl 4 dənə 3, 12i kvadrat bərabərdir. Surətdə nə qalır? I kvadrat mənfi 1'dir, biz bunu nəzərə alırıq. Mənfi 1 olsa, 6'dan 12 çıxsan, sənə nə verər? Mənfi 6. Elə deyil, mənfi 6. Üstə gəl 17i. Üstə gəl 17i. Məxrəc də 13, çünki i kvadrat mənfi 1'dir. Mənfi 9, 4 üstə gəl. 9, 13. Bu şəkildə çox zaman bunu belə yazırlar. Surətlə məxrəci bölürlər məxrəcə. Surətdəki daha doğrusu hər bir həddi bölürlər məxrəcə. Surətdə 11 qalır. Harada 11 qalır? Sən anla, düz fikirləş. Mənim vaxtım gedəcək. Bəlkə mən səhv eləmişəm, vaxtım gedəcək. Mənfi 6, 17, 6, nə bilim, 9, 8, düz yazmışam da. Hər birini bölürlər. İxtisar gedir. Hansı ixtisar? Bölsəm olacaq mənfi 13'də 6, üstə gəl 13'də 17i. Gördünüz? Bu şəkildə yaza bilərik bunu. Və həqiqətən də cəbri şəkildə verilmiş iki kompleks ədədin nisbəti sənə nə verir? Sənə cəbri şəkildə verilmiş kompleks ədəd verir. Məxrəc niyə 13 oldu? I kvadrat mənfi 1'dir də. Mənfi burada vurdum, müsbət olur. 4 üstə gəlir, 9, 13'də. Bu oldu belə. Fikrim çatdı. Gördünüz, nisbəti də yenə də cəbri şəkildə verilmiş kompleks ədəd oldu. Mən qoy bunu düzəldim. Bizim yanımıza şikayət atan. Allah sənə nə versin? İnsaf versin. Mən qarğış eləməyin aram yoxdur. Hoşlamıram da. Sənə görsən dua edirəm. Deyirəm, Allah sənə insaf versin. Yəni, dərs canlısına şikayət atan nə deyim mən? Uşaqlar, sizə bir səmimi sual. Sizcə dərs canlısına şikayət atan insan nə ilə qidalanır? Maraqlıdır da. Hə? Bir haşiyə də çıxar da. Dərs canlısına kimsə şikayət atır. Mən burada vaxtım gedir. O biri gedir. Deyirəm, eybi yoxdur, bu içimdən gəlir. Mənə kimsə məcbur eləmir ki. Kimsə mənə məcbur eləmir. Yəni, heç kəsdə də işimiz yoxdur burada. Görürsünüz, yəni bizim canlı yayın elə bir canlı yayındır. Mən həmişə demişəm, istənilən bir valideyn rahat şəkildə şagirdə telefona verər, deyər, get o bir otaqda bax müəllimin canlısına. Valideyn özü də rahatdır ki, uşağı
ən azı 1 saat, 2 saat telefondan yaxşı faydalanır. Mən inanmıram da bu səs, bu canlı yayın kiminsə evində gəlir, kimsə al onun səsini, bu nədir, bu bizim şagirdlərə düzgün, yəni təşəkkür. Bu canlı yayına, nə bilim, şikayət atan insan nə yeyir, nə düşünür, neyniyir? Söz demirəm, xoşlamıram ki, məsələn, pis nəsə deyim. Çünki baxmadan, ən azından bunu deyirəm, Allah ona insaf versin. Bu qədər. İnsaf olsa, bu həyatda adam bir mövqe tuturdu özünə. Ola bilər ki, kimsə bu canlı yayını bəyənməsin. Bir insandır da, xoşuna gəlmir. Ola bilər mənim simam onun xoşuna gəlməsin, salam. Ola bilər mənim simam onun xoşuna gəlir. Ola bilər də mənim səsim onu qıcıqlandırsın. Bu normaldır da. Məni də əsəbləşdirənlər var. Nə bilim, mən durum insandır da, onun problemi, adam var, problemi var. Baxır birinə, görür ki, onun siması xoşuna gəlmir, zəhərləyir onu. Səndən işim yox. Bir şeyim yox. Sakit, burada dərs keçirəm də. Öyrənirsən, öyrən, öyrənmirsən, çevir canlıda. Niyə şikayət atırsan? Ay, insafsız. Baxaq bura. Bir-iki şey var, o da yadımdan çıxmışdı. Onu da deyim sizə. Diqqət. Baxın bura uşaqlar. Bunu da özünüzdə vərdiş edin. Bu misal tipləri var. Bunları da deyim. Sonra kompleks ədədlərin bərabərliyi cəbri şəkildə verilmiş. Kompleks ədədlərin bərabərliyini keçərik. Uşaqlar, bax, bundan əvvəl götürək ki, siz kompleks ədəd bilmirdiniz. Burada əksər şagirdlər bilirdi. Şagird var, bilir, burada təkrarlanır, o heç. Məsələn, x kvadrat üstə gəl 4. Bura qədər mən bunu kimə versəydim ki, müxtəsər vurma düsturları ilə bunu götür, vuruqlara ayır, belə baxardı mənə. Deyək ki, vuruqlara ayrılmır. Orada haqlıdır. Bəli, mən ondan razıyam. Amma burada yox. O deyir, bura qədər sənə sustum. Çünki sən haqqıydın. Bundan sonra yox. Burada artıq bu vuruqlara ayrılır. İndi sual verilə bilər. Necə yəni vuruqlara ayrılır? Deyirəm. Baxın bura uşaqlar. Bunu qoy izahlı yazın. Bundan sonra da birbaşa sizdə vərdiş yaranandan sonra yazarsınız. Bunu qoy izahla yazın. X kvadrata dəymirəm. Bu 4'ü var ha. Yazmaq olar. Minus 4 vuraq mənfi 1 kimi. Bir bunu izahlı yazıram ki, detallı ilə deyim. Bundan sonra da birbaşa yazarım. Bax bura. X kvadrat plus 4 değil mi? Bəli. Sən burada x kvadrat minus bu 4'ü yazıram. Müsbət 4'dür. Bunu yazıram. Mənfi 4 vur mənfi 1. Yazdım bu şəkildə. Mənim buna ixtiyarım çatır. Mənfi, mənfi el arasında ən məşhur söz. Mənfi, mənfi, müsbət. Bu bizə müsbət verir. İndi isə x kvadrat çıxılsın 4. Bu i kvadrat ki var ha. Bu mənfi 1 var ha. Dilim artıq düz cavabı dedi. Bu mənfi 1 var ha. Bunu mən i kvadrat yazmağa ixtiyarım çatır. Kompleks ədədlərin bünövrəsidir bu. I kvadrat yazdım bunun yerinə. Bu artıq məlumdur. X kvadrat nəyin kvadratıdır? X'in. 4i kvadrat da 2i'nin kvadratıdır. 2i'nin kvadratıdır. Bu bizim öyrəndiyimiz kvadratlar fərqi düsturudur. Bir dəfə minus, bir dəfə plus. X minus 2i, x plus 2i. Vəssalam. Biz bunu vuruqlara ayırdıq. Aydın oldu. Yəni, bundan sonra yadda saxlayırsınız. İkinci misal. Bu şəkildə cəmdə, cəbri şəkildə verilmiş kompleks ədədlərdə tam vuruqlara ayrılır və qarantiyası da verilir. Aydın oldu. Bu belə. Məsələn, birində yazaq. X kvadrat üstə gəl 9. Bunu vuruqlara ayırır. Necə? Çox sadəcə. Birbaşa 3i mənfi 3i. Belə. Olacaq x minus 3i vurulsun x plus 3i. Aydın oldu. X minus 3i, x plus 3. Birbaşa. Bunu ümumiləşdirə də bilərik. A kvadrat üstə gəl. B kvadratı sən artıq da böyüdün də. Vuruqlara ayırırsan. Necə? A minus bi,
A plus B-i. Ola bilər ki, imtahana gedəsən, sənə belə bir misal düşsün. Məsələn, 4x kvadrat, 4x kvadrat, üstə gəl 49. Bunu yazmaq olur. Yaz bunu rəy yerinə bir cübtə. Uşaqlar, bizim canlı yayımımızın bəyənməsi maşallah olsun. 83 min. Sürətlə bəyənə 100 mini keçək də. İndi olur da hansısa insafsızlar səhifəyə şikayət atırlar. Problem yaratmayı bilmirəm kimdir, nədir. Günahı öz boynuna. Mən hətta rəhimli eli bağışlayıram da. Mənim haqqıma girir eybi. Amma bunu deyirəm ki, Allah insaf versin. Başqa heç nə. Ona görə sürətlə bəyənin ki, 100 mini keçək deyirlərinə görə. Bir çoxlarının bəyəni çox olanda səhifənin o şikayəti bəzən götürülür. Gör, nə problem qalmışıq ki, işimizə bax ki, dərs qalıb qıraqda. Deyirəm ki, səhifəni qoruyaq ki, qoy kimsə şikayət olanda səhifəmiz qalsın. Bu səhifəyə niyə şikayət atılır bilmirəm. Bax bu. 4x kvadrat üstə gəl 49. Birbaşa qruplara ayırmalısan. Birbaşa fikirləşmədən. Ya fikirləşməlisən də. Hə? Olacaq 2x minus neçə? 7i 2x plus 7i. Tutardı. 2x minus 7, 2x plus 7. Birbaşa vurğula. X deməyək də, əziz və dəyərli insan. 4x kvadrat daxı burada. X kvadrat olsa sən deyəndir. 4x kvadratdır. Yazıb ki, özü pullu dərs keçmək istəyir, qoymur. Nə bilim, vallahi hər şey ola bilər də. Mənim şəxsən, yəni mən tam səmimi deyirəm. Heç kəsənə gizlətmirəm. Mənim öz neçə müəllim həmkarım olub ki, şəxsən deyirəm. Onların heç birisindən dəstək görməmişəm. Sözləri də mənə bu olub ki, vallahi sən bekara qalmısan. Camaat götürür, dərs keçir, pul alır, nə bilim nə. Vallahi sən bekara qalmısan. O 2 saat, 1 saat gün ərzində canlı yayın elə falan. Nəyə lazımdır? Belə ancaq mənə bu sözləri deyirlər. Yəni çox az həmkarım olub ki, mənim bu işimi dəstəklər. Çox azı, nə bilim, bəlkə də ətrafında olan 100 nəfərdən 1 nəfər, 2 nəfər. Deyib ki, o da üzündən də bilirsən ki, elə belə deyir. Hə, yaxşıdır və pis deyil, nə bilim nə, amma çoxu deyirlər bekar qalmısan. Amma da başa düşmürlər ki, mənim içimdən gəlir. Bir şey ki, içimdən gəlirsə, onu bəndə mənə qadağan edə bilməz. Nə qədər, ola bilər dedikcə mən biraz da, belə deyək də, ruhlanıram. Amma mən nə qədər düz yoldayım ki, məni geri çəkmək istəyirlər. Gör, mən nə qədər bir yaxşı bir işi görürəm. Hətta demirlər, da görürlər ki, mən düzələn deyiləm, demirlər. Çünki onlar nə vaxt belə deyirlər, mənim canlı yayında 1 saat nə qədər olmalıyam, eləyirəm 2 saat, sonra eləyirəm 3 saat, belə gedir, çoxalır vaxtı. Belə. Uşaqlar, indi gəlir kompleks ədədlərin, cəbri şəkildə verilmiş kompleks ədədlərin bərabərliyi. Bunları da sizə deyim, çatdırın, sonra vaxt qalsa biraz da başqa formada. Amma dərsi tam əhatə eləmişəm. Yəni, mənim bu dərsimi izləsən, toplunu qoy qarşıma, başda yazmağa. Belə. 2 dənə kompleks ədəd götürək. Z1 bərabərdir. Biri budur. A plus B-i. Olsun A1 plus B1i. Ya A1 olmasın. A plus B, o bir də C olsun. Belə yaxşıdır. Cəbri şəkildə verilmiş 2 kompleks ədəd. Cəbri şəkildə verilmiş 2 kompleks ədəd götürək. Z1 bərabərdir A plus B. Z2 də bərabərdir C plus D-i. C plus D-i. 2 dənə kompleks ədəd götürək. Biri Z1 bərabər A plus B-dir. Biri də Z2 bərabərdir C plus D-idir. Cəbri şəkildə verilmiş 2 kompleks ədəd bərabərdirsə, yadda saxlayırıq, cəbri şəkildə verilmiş 2 kompleks ədəd bərabərdirsə, onların həqiqi hissələri və xəyali hissələrin əmsalları ayrı-ayrılıqda bir-birinə bərabərdir. Yəni, Z1 Z2-yə bərabərdirsə, A C-yə bərabərdir.
B də D-yə bərabərdir. Vəssalam. Bax, bunu öyrənib yadda saxlamalısın. Fikrim çatdı. A C-yə bərabərdir, B də D-yə bərabərdir. Qurtardı. Mənə mod verə bilərsiniz. Baxım elə, niyə verə bilmərəm? Sən bizim daimi izləyicisən. Baxın, verə bilsəm. Nəsə bildirim. Bilmirəm ki, nəsə vermək olmadı moderator. Bilirəm, rastıma çıxırsan. Səndə desən moderator vermək olmur da, çünki sənin bir izləyicin var. Yazır ki, yəni çox bucaqlı, dörd bucaqlı bu şəkildə başa salmışam. Gir YouTube kanalıma izlə. Niyə i ilə yazır? Çünki belə məsləhətdir. Baxaq bura. Nəysə, bağlayaq da o söhbəti. Yenə kasıb varlığı söhbəti gəldi, girdi aralığa. O bizim o zehniyyətimizə hələ salıblar da, o beynimizdə var. Kasıb yaxşıdır, varlı pisdir. Kasıblığın, varlığın insanın yaxşılığa aidiyyəti yoxdur. Yaxşı insan zaten yaxşıdır. Kasıb da olsa, varlı da olsa. O qədər vicdansızlıq edən kasıblar var və yaxud da varlılar var. O qədər yaxşılıq edən kasıblar da var, varlılar da var. O yaxşının kasıba, varlıya heç bir aidiyyəti yoxdur. O belə söhbətdə xahiş edirəm, canlıda eləməyin. Lazımsız mövzularda illərdir həllini də tapmır. İndi ki, siz gəlib burada onu həll edərsiniz. İnsan anlayışı var. Yaxşı insan, pis insan. Qutardı getdi. Adam deyək də. Onun varlıya, kasıba aidiyyəti yoxdur. Kim ki varlıdır, pisdir, onu görürsə, o kasıb da olsaydı yenə pis olardı. Bəli, əsas o mənəviyyat cəhətdəndir. Beynimizə belə yedilir. Filan kəs varlıdırsa, o pisdir, kasıbdırsa yaxşıdır. Elə şey yoxdur axı. Orası da elədir, bəli. Bax, belə bir misal yazaq sizdən. Topluda var elə 88, 88, 2x üstəgəl 3y i, 2x üstəgəl 3y i bərabərdir 4 üstəgəl 5x minus 2y i. Bərabərliyindən x-y hasilini deyir tap. 2x üstəgəl 3y i 4 üstəgəl 5x minus 2y i bərabərliyindən x-y hasilini tapın. Hayda, 90, bu bəyənib gedir. Bu əməlli başla. 100 minə çatdıq da. Səhifəni neymişsə, misal buradadır da, həlli. Baxırıq bura. Bax, birin bil, mahiyyətin bil qutardı getdi. Canın qutarır. Sən buradan nə görürsən? 2x plus 3y deyir ki, bu bərabərdir 4 üstəgəl 5x minus 2y i-yə. Burası tamam. Burada deyir ki, x-y hasilini sən tap. X-y hasilini sən tap. X-y hasilini. Əvvəla sən burada məntiqi mühakimədən istifadə edirsən. Görürsən ki, misala baxanda görürsən ki, burada elə iki kompleks ədəd verilib ki, onlar cəbri şəkildədir və bərabərdir. Bu da cəbri şəkildədir, bu da cəbri şəkildədir və bu cəbri şəkildə verilmiş kompleks ədədlər bir-birinə nədir? Bərabər bir dənə də dir.
İndicə dedim cəbri şəkildə verilmiş iki kompleks ədəd bir-birinə bərabərdirsə, onların xəyali hissələri ayrılıqda bir-birinə bərabərdir. Yəni 1 2x 4-ə bərabərdir. Bir də xəyali hissələrin əmsalları bir-birinə bərabərdir. Xəyali hissələrin əmsalları. Xəyali hissə 3y-dir əmsalı. Burada da 5x minus 2y-dir. 5x minus 2y. 2x 4-ə bərabərdir. 3y də 5x minus 2y. Birincidən biz tapırıq ki, hədiyyə kimi adlı təşəkkür. Birincidən biz tapırıq ki, x bərabərdir 2. 4-ü böldüm 2-yə aldım 2. Tamam. İkincidən də alıram ki, bu var da burada. Bunu keçirdim bu tərəfə. 5y bərabərdir 5x. Böldüm y bərabərdir x. Axı bu da 2-dir. Y x-ə bərabərdir. X də 2-dir. Y də oldu 2. Səndən x, y soruşulurdu. 2 vurulsun. 2 bizə verdi. 4 və salam. Aydın oldu. Yəni, bu qayda burada belə tətbiq olunur da. Cəbri şəkildə verilmiş iki kompleks ədəd bərabərdirsə, həqiqi hissələr ayrılıqda bərabərdir. Xəyali hissələrin əmsalları da ayrılıqda bir-birinə bərabərdir. Və beləliklə biz bunu bu şəkildə hesabladıq, tapdıq. Bu belə. Bunları dedim sizə uşaqlar. Mən demək olar ki, cəbri şəkildə verilmiş kompleks ədədlər dərsinin bütün hamısını yazdım. Sizə keçdim. Yəni bu dərsi rahat YouTube-a da yerləşdirdən izləyən şagird qutarda topunu qoyub qabağına hesablayıb dərsi yaza bilər. İndi dərsi bitirdim. Vaxt var deyə bir, nə bilim, 15-20 dəqiqə topludan bəzi misallar yazardı. Burada bir neçə misal var, yazaq. Məsələn, elə misallardan yazaq ki, bayaq elə toxunmamışam o misallara. Baxın bura uşaqlar, bax, birinci belə bir misal. Diqqət. 47. Bax, bu tip misallar. 47-də 1 üstə gərək i. 1 üstə gərək i. Bölünsün z. Bərabərdir 1 çıxılsın i. Səndən soruşur z üstü 2006-nı. Həlli. Bax, bu formada sizə ən çox düşən misal tiplərindən biri. Hədsiz dərəcədə. Təklif olunan misal tiplərindən biri. Bax, bu. Deyir ki, 1 üstə gərək i bölünsün z. Bərabərdir 1 minus i. Z üstü 2006-da. Mən həmişə demişəm. Məsələn, dərsdə elə misallar var ki, yəni Fəzələ Xəzər izah tapşırığı göstərə bilərsiniz. Bəli, gir YouTube kanalına izah var. Yəni bu şəkildə canlı yayında izah olunub. Orada girib öyrənə bilərsən rahat şəkildə. Amma indi getmədə biraz canlıda qal, canlıya dəstək ol. Sonra baxarıq. Uşaqlar, elə misallar var ki, bəzən o misallar hər hansı dərs üçün müəyyən qədər etalon sayılır. Məsələn, mən onunla götürürəm də. Deyirəm ki, bax, şagird də bunu da həll edə bilirsə, demirəm, o dərsi də mükəmməl, möhtəşəm bilir. Hardasa onun haqqında fikir yürütmək olar ki, bax, bu şagird bu dərslə bağlı nəsə bilir. Mən hər dəfə bir neçə misal etalon kimi götürürəm özüm üçün. Onunla müəyyən edirəm. Bax, burada da bu misalı sən şagird olaraq bilirsənsə, hardasa ümid var ki, sən kompleks ədədlər dərsində nəsə bilirsən. Aydın oldu. Yəni, hardasa bir ümid var. Bu misal da hədsiz dərəcədə çox, belə çox başa salın, sənə başa salacaqsan, səbirli ol, zarafat edirəm. İzah edirəm, biraz səbirli ol deyəcəm. Biraz səbirli ol. Deyəcəm. Hə. Baş üstə, izah edirəm. Təşəkkür, sən necəsən? Bu izləyici bilmirəm, amma hər dəfə gəlir mənim əhvalımı soruşur.
Buna deyirəm ki, yaxşıyam. Sən necəsən, bu rahat olur. Təşəkkür. Elə bir canlı yayın yoxdur ki, bu canlı yayına gəlib bizi soruşmasın. Diqqət. Bax, bu misal. Bir balaca sənə qorxu gələ bilər. Qorxulu gələ bilər. Bunu qoyub bir qırağa. Sən buradan Z-i tapa bilirsən də. Z-i tapaq. Ürəyin partladı. Vallahi ürəyin partlamasın. Bax, bura. Z nəyə bərabərdir? Z bərabərdir 1 plus i bölünsün 1 minus i. Elə deyilmi? Bunu qoyub bir qırağa. Bunu yadda saxla, lazım olacaq irəliləyən dəqiqələrdə. Sən buradan Z-i tap. Z nəyə bərabərdir? 1 üstəgəl i bölünsün 1 çıxılsın i. Z buradan belə tapılır. Hə, əziz, ləziz və dadlı şagirdlər, dəyərli şagirdlər. Bu gəlib hara çıxır? Bu gəlib çıxır cəbri şəkildə verilmiş iki kompleks ədədin nisbətinə. Görürsən, misalın içində misal çıxır ortalığa. Bu iki kompleks ədədin cəbri şəkildə verilmiş iki kompleks ədədin nisbətidir. Mən də sizə dedim ki, cəbri şəkildə verilmiş iki kompleks ədədin bir-birinə böləndə mütləq məxrəcin qoşmasına vururuq. Nəyi? Surət və məxrəci. Surəti və məxrəci vururuq məxrəcin qoşmasına. 1 minus i-nin qoşması nədir? 1 plus i-dir. Surəti də məxrəci də vurursan buna. 1 plus i-yə olacaq. 1 minus i vurulsun 1 plus i. 1 plus i vurulsun 1 plus i bərabərdir. Bərabərdir. Məxrəc şifahi görünür də. 1 minus i-ni 1 plus i-yə vuranda 1 minus i kvadrat. A minus b-ni a plus b-yə vuranda. 1 minus i kvadrat. Qoy yazın bunu. 1 minus i kvadrat. Surət də olacaq 1 plus i-nin kvadratı. Çünki biz burada nə edirik? Eyni ədədi bir-birinə vururuq. Bu bərabərdir. I kvadrat mənfi 1 də olacaq 1 minus mənfi 1, 1 plus 1. Surət olacaq a plus b-nin kvadratı. Birincinin kvadratı 1. Üstəgəl hasilinin 2 misli 2i üstəgəl i kvadrat. Elə deyilmi? Görürsünüz, bu i kvadrat hər addım başı bizə lazım olur. Hər addım başı bizə. Ona görə deyirəm ki, bunu dəqiq bilməlisiniz. Məxrəc oldu 2. Burada i kvadrat mənfi 1'dir. Bu 1 ilə mənfi 1 getdi. Bu da bizə verdi 2i. 2i'ni də 2'yə böləndə bizə nə verir? I verir. I ədədi. Z üstü 2006'ını soruşur. Z üstü 2006 bərabərdir. Nəyə bərabərdir? Z'in yerinə i yazıram. I üstü 2006. 2006. I üstü. Dedim ki, birbaşa 4'ə böl qalığı götür. Ən birbaşa tez başa gələn usul. Sənə imtahanda vaxt lazımdır axı. 2006'nı 4'ə bölsəm, qalıq nə qalır? Son 2 rəqəm nəşdir də, indi elə bir 6'nı böldü. Da burada 0,6. i kvadrat qalır. I kvadrat da mənfi 1 test tapşırığının cavabı oldu. Mənfi 1. Aydın oldu. 2'lər getdi. I üstü 2006. Bu da belə. Ya da i üstü min 3'ün də kvadratı yaza bilərsən. I kvadrat üstü min 3. I kvadrat mənfi 1 tək dərəcədir. Yenə mənfi 1'dir. Aydın oldu. Bu da belə. Bax, maraqlı bir misal idi, dedim. Niyə 4'ə bölürük? Çünki o isbatı var da, o 4'ün qüvvətlərindən təkrarlanır da, təkrarlanma var ona görə. Hər 4-cü addımdan sonra təkrarlanır. Təkrarlanır bu şəkildə, onu götürürlər. Qayda belədir, düzdür, amma məhluldan yaza bilərsiniz. Məhlul YouTube kanalımda var. Məhlula aid en qədər, bəlkə də 10-15 video dərsim var. Sıfırdan izah. Nurdan Əliyev YouTube'da yaz, məhlul məsələlər. Biz nə qədər gəlir? Mən düzdür, son videoların baxış sayı YouTube'da azdır. Çünki YouTube'da belə bir şey var da. YouTube'la TikTok biraz, deyəsən ki, bunların mübahisəsi var. Rəqabəti. Mən adi video qoyanda baxış sayı normal olur hardasa. Amma TikTok canlı yayınını YouTube'a qoyanda problem olur. Bir də görürsən ki, 5 ay əvvəl 40 baxış, 70 baxış. Qalıb orada. Tapmaq istəyən girib izləyə bilər də. Bax, belə bir misal.
Çox rast gəlinən misallardan biri 113. Deyir həqiqi əmsallı x kvadrat üstəgəl px üstəgəl q bərabərdir 0. Tənlinin köklərindən biri 3 üstəgəl 2 idir. P üstəgəl q cəmini tap. P üstəgəl q cəmini sən tap. Adı nədir? Bu TikTok'un adı kimi deyirəm. Mənim bütün sosial şəbəkələrdə adlarım bu TikTok sosial platformasının adı nədirsə odur. Həqiqi əmsallı x kvadrat plus px plus q bərabərdir 0 tənliyi verilib. Deyir, bu tənliyin köklərindən biri 3 üstəgəl 2 idir. Tənliyin köklərindən biri x1 bərabərdir 3 üstəgəl 2 idir. P üstəgəl q cəmini tapın. İmtahanlarda belə dəhşətli dərəcədə, belə şiddətli şəkildə düşən sual tiplərindən biridir. İndi görək də. Mən bunu düzəliş verim. İnşallah səhifəyə dəstək olursun. Təşəkkür. Bəyəni 100.000 keçibdir. Nə? Neyini? Canlı hələ qalxadı. Canlıya şikayət atdılar. Ona görə bizim canlı düşdü aşağı. Belə. Həlli. Görək kimə bəlli. 9-cu sinif buraxılışa silsilə düşür, xeyr. Silsilə ardıcıllıq 9-cu sinifin buraxılışından çıxarılıb. Amma sizə bir sözdür uşaqlar. Əgər siz ümumiyyətlə hazırlaşarsınızsa gələcəkdə 11 və yaxud da nə bilim, bəzən görsən kollecə daxil olur, sonra yenə hazırlaşır. Hazırlaşarsınızsa onsuz da öyrənin onu. Yəni ay bu imtahanda düşür ya düşmür. Bu silsiləni onsuz da öyrənməlisən. Əgər gələcəkdə blok imtahanına gedirsənsə. Maraqlı dərsdir. Ardıcıllıq olsun, silsilə olsun. Doğru da maraqlı dərsdir. Ama çıxardıblar imtahandan, nə bilim. Demək, həqiqi əmsalı x kvadrat plus px plus q bərabərdir 0 tənliyinin. Köklərindən biri 3 plus 2 idi, p plus q cəmini tapın. Diskriminant ilə tapacağıq. Əhsən. Bu prolerdir. Hə. B10 deyil. Keçən canlıda dedim. Hə. Çevrə də var YouTube kanalımda, üçbucaq da, silsilə də, loqaritma da, özü də bir dərs yox. Bir neçə dərs. Bu tipdə sual necə tapılır, izah edirəm. Diqqətlə bax bura. Diqqətlə bax və ekranı bəyən. B kvadrat minus 4ac burada lazım deyil, ehtiyac yoxdur. Diqqət. Deyir ki, sualı bir daha deyirəm. Nə deyir burada? Deyir ki, x kvadrat plus px plus q həqiqi əmsalı belə bir kvadrat tənlik verib. Köklərdən biri x1 bərabərdir 3 plus 2 idir. P plus q cəmini tap. Əgər x1 üstəgəl 3, x1 bərabərdir 3 üstəgəl 2 idisə, həqiqi əmsallı kvadrat tənliyi olsun, nə olur olsun, kökləri qoşmadır həmişə. İstər kompleks ədədlərdə, istər kök altıda. Yəni bir kök 3 plus 2 idisə, digər kök 3 minus 2 idir. Daha burada diskriminant üsuluna falan ehtiyac yoxdur. Bu kök 6 dərsində də var. Məsələn, biri a plus kökdə b-dirsə, o biri a minus kökdə b-dir. Burada bir şeyə fikir verin. Ədəd minus kök 6. Kök 6 minus ədəd yox. Buna çoxu fikir vermir. Mən çox görmüşəm. Bəzən qısa-qısa videolar hazırlayır, video dərslər. Orada necə gəldi deyirlər. Yəni o mütləq ədəd minus kök 6 olmalıdır. Və yaxud da bu şəkildə bax, ədəd. Yəni 5 plus kökdə 3-dürsə,
O biri burada görünmür, işıq düşür üstünə. Məsələn, 5 plus tutaq ki, kökdə 3-dürsə, o biri də 5 minus kökdə 3-dür. Da kökdə 3 minus 5 yox. Məsələn, bir kökdə 3 tutaq ki, deyirəm də plus 2-dirsə, o biri kökdə 3 minus 2 yox. 2 minus kökdə 3 olmalıdır. Ədəd kökaltı. Bu çox ciddi bir xırda bir incə məqamda. Çoxu ona fikir vermir. Ədəd kökaltı, ədəd minus i ədədi. Bax, 3 plus 2 i'dir, o biri olacaq 3 minus 2 i. Yəni, birdən desəydi 2 i plus 3, sən 2 i minus 3 götürə bilməzdin. Yəni, ədədlə götürürsən. İndi məsləhət sənin. Birdən qulaq asmasan səhv edirsən. Demək, köklər hazırdır, uşaqlar. Bir kök budursa, digəri bunun qoşması 3 minus 2 i'dir. Bu tamam. P və Q-nü deyir tap. Axı, qaydaya görə P nəyə bərabərdir? Mənfi x1 plus x2 Viet teoreminə görə. P x1 plus x2 mənfisi ilə. Çünki x1 plus x2 mənfi P'dir. P də bunun əksidir. Mənfi. Gəlin birbaşa yazaq. Mənfi. Bunların kökləri cəmi 2 ilər gedir, qalır 6. Sonra gəlin Q-nü tapaq. Q nədir? Q də x1, x2-dir də bunların hasili. x1, x2. Bax. Daha bunu vururam buna. 3 üstə gərək 2 i-ni vururam 3 minus 2 i-yə. A plus B, A minus B. Birincinin kvadratı 9. 3-ün kvadratı 9. Minus 4i kvadrat olacaq. Bu da 13 verir də bizə. Q da oldu 13. P mənfi 6, Q 13. Cəmi istəyirdi mənfi 6 plus 13. Bu da bizə verdi 7. Bu da belə getdi. Bu da belə. Bir misal da yazaq. Dərsi qurtarmışıq da təkrar belə yazırıq özünüz üçün. 15 dəqiqəyə falan bağlayacam canlı. Ay, yaxşı da mübahisə eləmin rəylərdə. İndi 200 də qalarsınız səssizdə, qəşəng. Sizin də o elə bir vaxtınızdır ki, özünüzü təsdiq eləmək vaxtı. Həmin vaxtda beyin dumanlı olur. 11-ci sinif, 10-cu sinif, 9, xüsusən də 11-lər. Bu çağlarda biraz özünüzə ələ alın. Özünüzə problem yarada bilərsiniz. Çünki sizin indi elə bir o dövrünüzdür ki, siz elə bilirsiniz ki, hər şey siz görən kimidir. Siz necə görürsünüzsə elədir. Mübahisə etməyə meyillisiniz. Özünüzü təsdiq eləmək istəyir. Özünüzü təsdiq edin. Amma sadə olun uşaqlar. Sadə. Yəni riyaziyyatçı dili ilə desək, yalnız birə və özünə bölünür. Sarfa deyil. Güzəştə getməyi bacarın. Əziz 11-lər, xüsusən də sizə aiddir. Sizin indi elə bir vaxtınızdır ki, istəyirsiniz ki, dava axtarasınız, bir şey axtarasınız, özünüzü təsdiq eləyəsiniz. Yəni, bu heç də sizə yaxşı bir şey vəd eləmir. Onun problemini özünüz çəkərsiniz. Və mən sizi sülhə dəvət edirəm. Sakit olun. İnsanlara güzəştə getməyi bacarın. Güzəştə getmək böyüklük əlamətidir. Özünüzdə səhvsinizsə üzr istəmək vərdişi yaradın. Üzr istəmə vərdişi yaradın. Üzr istəmə böyüklük əlamətidir. Mübahisə olanda eybi yox. İlk sakitləşdirən tərəf siz olun. Adicə balaca bir incə söz deyir, oha var dağa qaldırır, oha var dağdan düşdürür. Sənin elə bir sözün ola bilər ki, bir ağ olsun, bir qanla nəticələnən bir şey sakit aradan gedəcək. Amma elə bir söz də deyə bilərsən ki, orada aləm dəyəcək bir-birinə. Ona görə dil, sakit, bacardığınız qədər güzəştə gedin bir-birinizə. Həm də özünüzə xeyirdir. Adam bir marşruta əyləşir, 5 nəfər, 4 nəfər, buna gedirsən ayağını tapdalayır, ora gedirsən ayağını tapdalayır. İndi neyət? Sonra dalaşaq ondan. Adicə bir dönür, üzr istəyən bağışda. Onun üzr istəməyi bir müsbət avratdır. İnsana bir enerji ötürür. Yəni, sabah səndə də problem ola bilər. Deyir, bağışla ki, bağışlanasan. Bu qədər sadə. Və həyat budur. Onsuz da yaşa dolduqca başa düşərsiniz.
Bəli, o saat üzr istə. Bəli, bəli. Bircə üzr istəmək məsələni bağlayır. Hə, indi çox az adam olar uşaqlar. Əziz və dəyərli şagirdlər. Çox nə bilim rast gəlmə olmur. Məsələn, birinə qarşı bir səhv eləyəsən, üzr istəyəsən. Amma üzr istəməyin də fərqi var da. Bir var üzrü doğrudan içdən elə istəyəsən ki, həqiqətən sən. Amma bir də var üzrü elə istəyərsən ki, valla ondan minnətli şəkildə üzr var. Elə üzrlər var ki, problemi biraz da böyüdür. Elə insanlar var, elə minnətlə üzr istəyirlər ki, elə bilsən ki, yəni bacardığınız qədər güzəştə gedin. Məndən sizə demək. Baxaq bura, 108. Bunu da yazaq, saxlayaq da bəsdir. Dərsi bitirmişik də. 108. Üçbucaqda sinus və kosinusu izah zəhmət bu saat. YouTube kanalımda var. Hətta yaxşıdır da, bu qədər də yox da. Sanki məzlum gözlərdə ayağım. Z bərabərdir 108-də. Deyir ki, 2 üstü A üstə gəl. 108. Z bərabərdir 2 üstü A üstə gəl. 2 üstü A minus 3 I. Kompleks ədədi üçün RZ vurulsun IMZ. Bərabərdir 4/1 olarsa A-nı tap. A həqiqi ədəddir. A daxildir. R bərabərdir suala həlli. Bunu da yazaq da bəsdir də nə qədər yazılır. Ha demişəm YouTube kanalımda var. Hamısını demişəm. Bax düzbucaqlı üçbucaqda iti bucağın sinusu, kosinusu, tangensi hamısına aid demişəm YouTube kanalımda. Sinuslar teoremi, kosinuslar teoremi necə var belə dəhşətli dərəcədə. Gir izlə də. Bunu da deyək saxlayaq. Deməli 108-ci sual belədir. Necədir? Qəşəng sualdır, hə. Z bərabərdir 2 üstü A üstə gəl 2 üstü A minus 3 I şəklindədir. Bu verilib bir A-nı tap. Əvvəla sən bunların mahiyyətini bilməlisən. Bayaqlar dərs başlayanda mən sizə dedim. Nədir RZ, nədir IMZ? Bunlar nədir? RZ dedik ki, cəbri şəkildə verilmiş kompleks ədədin həqiqi hissəsidir. IMZ isə xəyali hissənin əmsalıdır. Baxaq, RZ burada nədir? Həqiqi hissə. Həqiqi hissə 2 üstü A-dır. Vurulsun. IMZ nədir? Xəyali hissənin əmsalı. Xəyali hissə budur, əmsalı budur. Bu belə götürülür. Aydın oldu. Bu da 2 üstü A minus 3'dür. Bərabərdir 4/1. Bu oldu adan asılı üslü tənlik. Bax bu şəkildə. Əsaslar eynidir, üstləri toplayırıq. 2 üstü bunlar toplanılsa 2A minus 3 olacaq da. A üstə gəl A, 2A minus 3. 4 üstü 4/1 də 2 üstü mənfi 2'dir, biz bunu bilirik. Buradan da əsaslar eynidirsə üstlərin bərabərdir. 2A minus 3 mənfi 2'dir. 2A mənfi 1'dir. Yox 1'dir. A da 1'i böldüm 2'ye 0,5. A'nı soruşurdu. Cavab oldu 0,5. Belə. Məncə bəs edər də 2 saata yaxın, 1 saatdan çoxdur canlıdayıq da. Məncə bu dərs sizin üçün kimisi çətinliyi varsa aradan qalxacaq. YouTube'a yerləşdirərəm, girib baxarsınız. Belə görüşərik. Hələlik ki. Like, yəni hələlik ki, nə hələlik? Like. Belə. Belə də ki, elə belədir də. Mən getdim. Görüşərik.